Eksklüziv və bənzərsiz bir mənzil. Xırdalan şəhərində şəxsi istifadə üçün ideal şəkildə xüsusi dizayn və zövq ilə təmir olunmuş 61 kvadrat metrdən ibarət belə bir gözəl mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilərimiz. Mənzilimiz yerləşir Xırdalanın ən gözəl, ən prestijli zonalarından biri olan Bakı Mühəndislik Universitetinin tam olaraq yaxınlığında və orada yerləşən Blue City yaşayış kompleksinə tam olaraq yaxın bir ərazidə. Bina 10 mərtəbədən ibarətdir, mənzil yerləşir 7-ci mərtəbədə. Bir daha qeyd edirəm, şəxsi istifadə üçün ideal şəkildə təmir olunub. Təmirində yüksək keyfiyyətli materiallardan istifadə olunub. Təqdimata başladıq. Giriş hissədən görürsünüz. Mənzilimizin əsas giriş qapısıdır. Mənzilin bir tək giriş qapısı qalıb dəyişdirilmək üçün, onu da mənzil sahibi öz xərci ilə giriş qapını dəyişib mənzili təhvil verəcək. Görürsünüz, çox gözəl, ideal bir mənzildir. Sanuzel qovşağıdır. Bütün aksesuarlarla təchiz olunub. Bina tam yaşayışlı binadır. 2 ədəd sürətli, daha doğrusu 1 ədəd sürətli lifti var. Geniş həyət hissəsi var. Yeraltı avtodayanacağı var. Yəni, bir sözlə yaşayış üçün hər bir şey yaradılıb. Bütün kommunallar da fasiləsiz olaraq verilir. Yəni, günü bugün mənzili al, köç, yaşa vəziyyətdədir. Bir daha baxırıq qonaq otağı hissəsinə, görürsünüz. Belə bir zal studiya tipində yığılıb. Qonaq otağının baş tərəfində mətbəx nəzərdə tutulub. Gözəl, bahalı bir mətbəx mebeli yığılıb. Hətta elektronika, yəni qaz peçi filan hər bir şeydə üzərinə quraşdırılıb. TV stentimizdir, görürsünüz səliqəli şəkildə. Davam edirik çəkilişə. Metlaq gördüyümüz hissələr hər biri isti döşəmədir. Mənzilin kombisidir, radiatorudur, hər bir şey quraşdırılıb. Burada isə yataq otağımızdır. Görürsünüz belə bir gözəl səliqəli şəkildə. Yataq otağından da eyvana çıxışımız var. Eyvanda quraşdırılıb kombi, qaz sayğacı. Yəni tam yaşayışlı binadır. Günü bugün al, köç, yaşa mənzildir. Dəyərli izləyicilər. Xırdalan şəhərində Blue City yaşayış kompleksinin tam yaxınlığında Bakı Mühəndislik Universitetinə yaxın ərazidə yerləşir. Həsən Əliyev küçəsində, dəyərli izləyicilər. Bu günə bu qədər.